Herkese salamlar, necəsiniz? Kanalıma xoş gəlmisiniz. Mən Leyla Qafarova. Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsiyəm. Müalicə profilaktika 1 fakültəsində oxuyuram. Bu mənim ilk videomdur. Yeni ilinizi təbrik edirəm. Necə belə illərə 2026-cı il sizə xoş uğurlar gətirsin. Sevdiklərinizlə birlikdə can sağlığı arzu edirəm hər kəsə. Bu videoda mənim ilk videomdur dediyim kimi və mən 2025-ci il ərzində oxuduğum kitabları sizlə bölüşmək istəyirəm. Deməli, 2025-ci ilin ilk 6 ayı mən 11-ci sinif şagirdi idim. Çünki indi 1-ci kursamsa, o vaxt 11-ci sinif olmuşam. Yəni abituriyent idim. Abituriyentlik dövründə də mən bədii kitab oxuya bilmədim. Ümumiyyətcə mən 8-ci sinifdən başım buraxdım bədii kitab oxumağın. Çünki 9, 10, 11 həqiqətən həm çox stresli, həm çox yoğun tempolu keçdi və ümumiyyətcə bədii kitab oxudum yəni. Amma yəni o 3 ildə toplasız 2-3 dənə kitab oxumuşam. Bu 6 ay boyunca, yəni son 6 ay boyunca, son 7 ay boyunca. Çünki iyunun artıq o imtahanı verib qutarandan sonra 2 iyun idi bizdə imtahan. İmtahanı verib qutarandan sonra mən başladım bədii kitablarımı oxumağa. İkinci imtahana artıq çox hazırlaşmadım. Çünki birinci imtahandan şükürlər olsun ki, yaxşı bal toplamışdım. Və ikinci imtahana hazırlaşmadığım üçün götürdüm, başladım bədii kitablar oxumağa. Və bugün də o kitabları sizinlə bölüşəcəm. 19 dənə kitab oxumuşam bu 7 ayda və mənim üçün böyük bir uğurdur. Və onları indi bir-bir başlayacağım sizinlə bölüşməyə, belə göstərim. Birinci kitabım, bunu mən 16 iyunda qutardım. Bir gün oxuyub qutarmışdım. Cəlil Məmmədquluzadənin Ölülər əsəri. Mən bu kitabı oxudum və aşiq oldum. Həqiqətən bu kitaba mən bir aşiq oldum. Yəni baxın, bu kitabı oxudum. Sonra filmi var idi bunun, O Dünyadan Salam filmi. Filminə baxdım. Düzdür, filmdə biraz dəyişikliklər var idi. Çünki Cəlil Məmmədquluzadənin 100 illiyinə həsr olmuş film idi və orada bir Mirzə Cəlillə bağlı bir səhnələr və s. əlavə olmuşdu. Ona baxdım, doymadım, aşiq oluram çünki yəni həqiqətən bu əsəri mən oxudum. Bunu əsəri oxuyana qədər mənim Kefli İskəndər deyə bir obrazından xəbərim yox idi. Mən abituriyentlik dövründə sözün əslində dünyadan qopmuşam. Heç bir şeydən nə dünya görüşüm var, heç bir şey bilmirəm. Ona görə Kefli İskəndərin də adını belə eşitməmişdim. Yəni bu kitabı oxuyandan sonra mən bildim ki, Kefli İskəndər bu qədər məşhur bir obrazdır. Və bu kitabı aşiq oldum. Sonra bunun teatrına da getdim. Hətta teatrı mükəmməl idi. Həqiqətən hər şey mükəmməldir bu kitabın. Mən bu kitaba tam olaraq sözün əsl mənasında aşiqəm. 10 üzərindən 10 puan vermişəm və mükəmməl bir əsərdir. Oxuyun. Bu kitabı oxuyun, oxutdurun. Mən Cəlil Məmmədquluzadəyə bu əsərlə aşiq oldum. Düzdür, hələ ki başqa bir kitabında oxumamışam Cəlil Məmmədquluzadənin, tək oxuduğum kitabda, amma yəni başa düşdüm ki, nələr var imiş bu dünyada. Çox qəşəng kitabdır. Ondan sonra deməli 19 iyunda bu kitabı oxudum. Jack London'un Bir Kuzey Macerası əsəri türk dilində oxudum. Bunu mən vurmuşdum, Trendyoldan vurmuşdum. 4 dənə kitab vurmuşdum belə optovoy gəlsin deyənə. Bununla başladım çünki o birislər ən çox da işte 1984 və Heyvan Çiftliyi əsərləri üçünəsində vurmuşdum. Bu da gəlmişdi üstündə. Üstündə gəlmişdi yəni 4 dənə aldım da. Bunu oxudum və nə bilim mən bu əsəri çox bəyənmədim. Nə yalan deyim. Bu əsəri mən heç bəyənə bilmədim nədənsə. Çünki yəni burada Jack London nə başa salmağa çalışıb bizə, yəni niyə yazıb bu kitabı mən başa düşmədim. Bir də 40 səhifəlik kitabdır, yəni çox da nazik kitabdır. 47 səhifəlik kitabdır. Və oxudum. Yəni bu adam nə bilim bir yerdə doğulub. Düzdür, sitat gətirməli bir-iki dənə qəşəng yeri var idi, amma hekayənin məğzini tutmadım. Yəni şair bizə burada nə başa salmaq istəyib, Jack London burada bizə nə başa salmaq istəyib, onu tuta bilmədim. Ona görə yəni başa düşmədiyim üçün və çox da mənə açmadığı üçün 10 üzərindən 7 verdim. Sonra gəlirik mənim Wolf Thorne'la ilk tanış olduğum əsərə, Şizofrenik əsəri. Wolf Thorne'un bu arada ilk kitabı deyil. Wolf Thorne'un ilk kitabı psixiatr əsərdir. Sonra bunu yazır. Yəni ikinci kitabıdır bu əslində, amma mən bununla başladım. Ona görə mənə elə gəlir ki, yəni birinci bunu yazıb, çox qarışdırıram ona görə, amma əslində birinci psixiatr yazıb, sonra ikinci bunu yazıb. Şizofrenik əsəri. Mən Wolf Thorne'un ümumiyyətlə yəni adını eşitməmişəm, yəni heç bir xəbərim yoxdur və bununla başladım kitabı oxumağa və mənim üçün travma bir əsər oldu. Yəni mən bunun axırda o indi spoiler vermədən adamı düşünəndə iyrənirəm də. Yəni bir insan nə qədər pis ola ki, belə şeylər edir. Yəni qardaş, sənin eləmədiyin tək bir pislik, pis hərəkət yoxdurmu? Yəni hər şeyimi pis edirsən və bu kitabı oxuyanda mənə qəribə gələn şey nə oldu? Kitabda dedektiv yoxdur. Çünki dedektiv əsərlərini oxumağa alışanlar, yəni ən azından məsələn Sherlock Holmes'da dedektiv Sherlock Holmes'u və Sherlock Holmes araşdırır. Və yaxud məsələn Agatha Christie'nin əsərlərində dedektiv Poirot deyəsən,
Poirot'dur və Poirot araşdırır da, yəni detektivin üzərindən gedir detektiv əsərləri, amma Wolf Door'un kitablarında, əslində hamısında detektiv yoxdur. Ortada bir müəmma var, amma qurbanın adı ilə başlayır da, yəni detektiv götürüb araşdırmır. Qurban özü araşdırır və yaxud qurbanın başına gələnlərlə polisə zəng eləmədən o konuda mənim çox ilk dəfə, yəni Wolf Door'u ilk dəfə oxuyurdum deyənə mənim üçün çox qəribə gəlmişdi. Çünki mən adətən işte Elxan Latlı oxuyurdum, Agatha Christie oxuyurdum, detektiv əsərlərindən deyirəm və hamısında bir detektiv var idi. Bunda detektivin olmaması mənə çox qəribə gəlmişdi, amma aşiq olduğum bir kitabı idi. 20 iyunda oxumuşam və aşiq idim. Bu kitaba mən mükəmməldir, oxuyun. Wolf Door'u oxuyun, yəni zəhmət olmasa. Amma Wolf Door'u oxuyandan sonra travma qalır. Bunu qəbullanın. Wolf Door'un bir travmadır mənim üçün. Yəni hansı kitabını oxudum? İndiyə qədər 3 kitabını oxumuşam və hamısı da mənə travma olaraq qaldı. Növbəti əsərimiz, bunu 5 iyulda oxumuşam artıq. Agatha Christie'nin Ölümlə Görüş əsəri. Agatha Christie'nin ümumiyyətlə mən, yəni bilmirəm, çox isinə bilmədiyim bir yazısıdır. Nə mənada? Detektivlə söz ola bilməz. Çox qəşəng yazır həqiqətən. Yəni işte axırda bilmirsən də ki, kimdir? Axırda çıxır belə, təəccübləndim. Hətta bunda da çox təəccüblənmişdim. Amma nəsə qələmini sevmirəm. Qələmini mi sevmirəm, yoxsa tərcümə mi pisdir? Onu da qərar verə bilmirəm. Çünki yəni bəlkə də adam yaxşı yazıb, bəlkə də Azərbaycan nəşriyyatları pis tərcümə edir. Ona görə bəyənmirəm. Amma nə bilim, belə girənə qədər, o olayların içinə girənə qədər mən ölürəm ki, ay Allah, bir başlasaydı. Çünki bu kəsit başlayır da. Birinci işte hamıdan biraz danışır, sonra axırda. Nə bilim, yəni sürətli gedən bir qələm deyil, amma sevirəm. Amma yəni belə Agatha Christie görən kimi almaq istədiyim bir yazar deyil, yazıcı deyil, heyf ki. Amma bu kitabı da çox bəyənmişdim. Çünki həqiqətən sonu bunun mükəmməl idi də, yəni. 10 üzərindən 10 verdim bu əsərə də. Növbəti əsərimiz Mürşid Mehdinin Məktubdakı Qadın əsəridir. Mürşid Mehdi yeni yazıcıdır. Yəni bu onun ilk kitabıdır. İndi ikinci kitabı da çıxıb Evdəki Yad. Onu da inşallah nə vaxtsa alıb oxuyacağam. Bu Mürşid Mehdinin ilk kitabı idi və bu çıxandan bəri mən bir 1000 kitab proqramında fırlanıram. Yəni və orada hara baxıram, Məktubdakı Qadın, Mürşid Mehdi, Məktubdakı Qadın. Yəni o qədər gördüm ki, dedim mən bu kitabı alıb oxumalıyam. Bu bestsellerdir özdə deyəsən. Milli bestseller olaraq çıxdı. Və mən də bunu getdim aldım. Yəni görən kimi dedim ki, mən bunu oxumalıyam və aldım Məktubdakı Qadın əsərini. Kitab çox fərqli duyğular yaşatdı mənə. Birinci, o qədər, yəni kitaba başlayanda hamı bunu deyir ki, bir əsəbləşirsən ki, yəni bu qız tupoydu, bu qız niyə bu oğlanı bəyənmir? Yəni maşallah var oğlanın. Green flag, yəni greenest forest falan. Yəni adam deyir ki, bunu da bəyənmirsənsə da yəni. Amma kitab getdikcə yəni şok üzərində şok yaşamaq və s. və axırda belə baxdım. İndi məsələn detektiv əsərlərini çox oxuyan insanlar deyir ki, çox bilinirdi. Məsələn, revyevləri oxuyanda gördüm ki, məsələn, çox detektiv oxumuş insanlar deyir ki, yəni bilinirdi, nə bilim nə. Amma mənim üçün mən detektiv əsərlərini də dəhşət çox oxuyan bir insan deyiləm. Yəni detektiv əsərləri üzərindən gedirəm adətən, amma çox da oxumamışam da indiyə qədər. Ona görə yəni mənim üçün həqiqətən şok olmuşdu son səhnələr və adam, yəni indi qatili demirəm, həmin insan mənim üçün psixopatdır. Yəni çünki əsəri oxuya mən o qatilin yerinə qoymağa çalışdım özümü ki, yəni belə bir şey eləməsinin səbəbi nə olar? Və gördüm ki, yəni bu adam özünü müdafiə eləmək üçün elədiyini deyir də, başqa çıxış yolu olmadığını deyir, amma düşünəndə yəni bayağı da başqa çıxış yolları var idi. Bu adamın ürəyi istəyib, yəni sadəcə olaraq bu yolla getməyi seçib deyə düşündüm. Ona görə biraz psix idi məncə, yəni qatil. Və oxuyun. Mürşid Mehdini oxuyun. Çox qəşəng qələmi var. Bir də bunda biraz tarixlərdə mən başım qarışmışdı. Çünki kitab tarix gedirdi, səhv xatırlamıramsa. Da işte tarixləri yazır və bəzi yerlərdə artıq tarixləri biraz qarışdırırdım. Amma qalan hər şey çox mükəmməl idi. Evdəki Yadda tezliklə oxumaq istəyirəm. Tezliklə deyəndə nə qədər tezliklə oxuyacağam bilmirəm. Oxumaq istədiyim kitablar arasında deyil. Və gəldik, yəni o bəzi məşhur kitablar vardır. Yəni Instagrama girərsən, məsələn, kitab səhifələrini izləyərsən və ancaq bu kitablar, ancaq bu klassikaları belə tərifləyirlər. O klassikalardan birinə gəlirik. George Orwell'dan Hayvan çiftliyi deyəcəm, Heyvanistan, heyvan ferması, nə deyirsiniz deyin. Türkçədə oxuduğum üçün hayvan çiftliyi demək istəyirəm. Bu kitabı çox tərifləyirdilər. Yəni ümumiyyətlə George Orwell bildiyiniz kimi çox məşhur bir yazardır. Bir Hayvan çiftliyi, bir də 1984 kitabı dəhşət məşhur əsərlərdir də. Və
Bu kitabı ona görə əslində ən çox bu kitabı alıb oxumaq istəyirdim də 1984-dür, amma 1984-dən düzünü desəm biraz gözüm çox qorxdu. Çünki hamı deyir ki, işte siyasi əsərdir, siyasi mesajlar var və mənim siyasətim də yoxdur. Nə yalan deyim, mənim nə tarixim var, nə siyasətim var. 3 il boyunca ancaq 6 dənə əsas fənnimə odaqlanmış bir insan olaraq 7-8-də mən tarix oxuyurdum, amma tarixi də unutdum. Yəni oxuduğumu da unutdum, hər şeyi unutdum. Ona görə yəni siyasətim də çox yoxdur, tarixim də çox yoxdur. Ona görə mən George Orwell oxumağa başlayanda çox tərəddüd içindəydim ki, mən bu adamı başa düşməyəcəm. Və dedim nəsə, oxuyaq, sonra başa düşərək, başa düşəcəm ya yox və bu Hayvan Çiftliğini oxumağa başladım. Çünki dedilər ki, bu daha yüngüldür 1984-ə nisbətən, bundan başlayın. Oxumağa başladım və təmsili bir əsərdir. Yəni heyvanlar üzərindən, onsuz adından da bilindiyi kimi heyvanlar üzərindən mesaj verilən bir əsərdir. Kitabı oxuyub qurtardım və başa düşdüm. Yəni nə mənada başa düşdüm? George Orwell'in nə başa salmaq istədiyini başa düşdüm. Amma mən bilmirdim ki, bu bir tarixi faktlardan ilham alınıb təmsiliyə dönüşdürülmüş bir şeydir. Yəni YouTube'dan da daha sonra reviewlərinə, cəmaatın digər insanların düşüncələrinə baxdım. Snowball'la Napolyon arasında bir münaqişələr olur. Kitab oxuyanlar başa düşər. Snowball hər şeyi eləyir, amma axırda Snowball'ı vətən xaini çıxardırlar və s. Bunların əslində tarixi şəxsiyyətlər imiş. Yəni bu Snowball bir insandır, Napolyon bir insandır, SSR dövründə bir nümayəndələr imiş. Mən bunu bilmirdim. Demək istədiyim odur ki, uzun sözün qısası, kitabı oxuyandan sonra YouTube'da reviewlərinə baxmalısınız ki, həmin şəxsiyyətləri biləsiniz ya da tarix bilginiz yaxşıdırsa nə gözəl, başa düşərsiniz, amma mənim kimlər üçün deyirəm ki, yəni internetdən də bir araşdırın deyərəm. Və bu kitabı necə yazıldığını da deyim. 1984 kitabını George Orwell birinci yazmağa başlayıb, lakin SSR-də yəni radikal siyasətçidir də, deyəsən, siyasətə marağı olan bir insandır George Orwell və Rusiyada olanlara çox əsəbləşib və 1984-ün yarımçıq buraxıb və başlayıb bunu yazmağa. 1 və ya 2 ilə tamamlayıb bu əsəri və yayımlayıb. Yayın evlərinə verib. Belə. Daha sonra avqust ayında oxuduğum əsərlərdən avqust ayına başladım Çingiz Abdullayevin Outsider üçün Piedestal əsəri ilə. Kitabın adını belə başa düşmədim mən. Nə yalan deyim. Yəni kitabın adını sonradan sonraya bir tərcümə etdim Azdex-dən falan ki, Piedestal bu heykəlin alt hissəsi idi, səhv xatırlamıramsa. Yəni zəmin deməyə çalışıb. Outsider üçün zəmin. Və düzün desəm, mən Çingiz Abdullayevin qələmini heç sevmədim. Yəni Çingiz Abdullayevin özünü çox sevmədim. Mən bu kitabı necə oxumaq istədim? Bilirik ki, məsələn, hər hansı bir Azərbaycanda kitab mağazasına gedəndə 2 adam qarşımıza çıxır Azərbaycan detektivinin 1 nömrəli ustası olduğunu deyirlər hər ikisi də. Hətta məsələn bu kitabın üstündə də 1 nömrəli detektiv ustası yazır. Çingiz Abdullayev və Elxan Anadlı. Elxan Anadlının bir neçə əsərini oxumuşam. Elxan Anadlının qələminə hakiməm, amma Çingiz Abdullayevi heç bilmirəm və bunların ikisi bir-biri ilə rəqabət halında olduğuna görə düşünürdüm ki, Çingiz Abdullayev də Elxan Anadlı kimi yaxşı yazar da, yəni qələmi yaxşıdır. Amma düzün desəm heç bəyənmədim. Kitabı başlayırsan, sona qədər yəni bir detektiv əsərindən almalı olduğum o hissləri ala bilmədim düzün desəm bu kitabdan, yəni Çingiz Abdullayevin qələmindən. Kitab boyu deyəsən özdə siyasi detektiv əsəridir, belə bir şeydir. Siyasi detektivlə maraqlanır Çingiz Abdullayev və yenə deyirəm, mən siyasətim yoxdur və kitab boyunca işte 2006-da deyəsən, səhv xatırlamıramsa, SSR-də bir maliyyə böhranım olub, onun sayəsində baş qəhrəman varlanıb, daha sonra arvadını boşuyur, nə bilim, başqa qadınlarla gəzilir. Kitab boyunca bunu oxuyuruq və nə bilim, detektiv əsəri kimi hiss eləmədim kitabı. Yəni, ləzzət eləmədi, nə yalan deyim. Oxumaram bir də Çingiz Abdullah. Bir də 2 dənə kitab almışdım. Onu ümumiyyətcə oxuyaramı bilmirəm. Deyərsiniz, baxanlar deyər ki, yəni Çingiz Abdullayevin o kitabını oxuyun. Bəlkə bu kitab xüsusilə pisdir. Çünki min kitab proqramında oxuyandan sonra işarələməyə gedəndə gördüm ki, bu kitabı kimsə oxumayıb. Yəni bir Elxan Anadlının kitablarının oxunma sayına baxın, bir də bu adamın. Bilmirəm. Aha, daha sonra avqust ayında aşiq olduğum bir əsər Cəfər Cabbarlının Almaz əsəri. Ümumiyyətcə mən bu kitab mənim yenə Cəfər Cabbarlıdan oxuduğum ilk kitab oldu. O birisi də Cəlil Məmmədquluzadədən oxuduğum ilk kitab idi və mən gördüm ki, mən bu insanlara aşiq oluram. Getdikcə aşiq oluram yəni. Çünki düşünsənizə, bu dəqiqə Azərbaycan 2025-ci ildəyik də, hətta 2026-ya keçid edirik. Və bu dəqiqə Azərbaycanda feminizm nə qədər yayğındır ki, feminizm haqqında olan bu qədər ön yarğı var. Amma
Cəfər Cabbarlı bu kitabı 1968-ci ildə yazıb. Yəni təxminən bir əsr əvvəl, ən azından 70 il əvvəl yazıb. Amma adam bildiyin feministdir. Yəni kitabı oxuduqca başa düşürsən ki, Cəfər Cabbarlıdır, Cəlil Məmmədquluzadədir. Bu insanlar feminist insanlardır. Və həqiqətən ən azından Azərbaycan ədiblərinin feminist olması məni o qədər xoşbəxt edir ki, Almaz əsərinin kitab qapağından da gördüyünüz kimi, bu il ya da keçən məşhur olan bir dənə serial var idi, Vətəndaş A serialı. Vətəndaş A serialı da səhv eləmirəmsə, Cəfər Cabbarlının Almaz əsərindən əsinlənərək yazılmış bir hekayə idi. Və hətta Cəfər Cabbarlının Almaz əsərini oxuyandan sonra mən seriala da baxmağa çalışdım, amma ilk 20 dəqiqəsinə baxandan sonra gördüm ki, o qədər də oxşamırlar. Bəlkə də serial deyənə daha uzun çəkilib, bilmirəm, baxmamışam. Amma yəni Almaz əsərdə Vətəndaş A-dakı kimi bir şəhərdə oxuyub rayona dərs deməyə gələn bir müəllimin əsəridir. Əslində mənim düşüncəmdən Almaz biraz çox radikal insan idi. Yəni bir kəndi düşünün, bu kəndlilər ümumiyyətcə qızın oxumasına belə qarşı olan insanlardır və Almaz gəlib artıq məscidlərdə də dərs keçməyə qoyun, qızları oxudaq və s. Biraz radikal bir obraz idi, amma mən Almaza da aşiq oldum əsər boyunca və Almazın burada sevgilisi var, nişanlısı var, hekayə boyunca oxuyanlar bilər. O nişanlısına da mənim kitab book crush'ımdan biridir. Biraz ara yerdə pis oldu, biraz, amma orada da olanı başa düşə bilirəm də, yəni uşaq gətirib, düşünsənizə. Amma ümumiyyətcə Almazı da aşiqəm, nişanlısına da aşiqəm, bu kitaba da aşiqəm. Cəfər Cabbarlıya da bu kitabdan aşiq oldum. Cəfər Cabbarlının oxuduğum ilk əsərdir. Belə, bu qədər. Daha sonra avqustda oxuduğum başqa bir əsər, psixiatr, Wolf Thorne'un psixiatr əsəri. Bu Wolf Thorne'a məncə dünya şöhrəti qazandıran əsərdir, psixiatr əsəri və mənim də çox marağıma gəlirdi. Çünki adını da eşitmişdim. Kitabı alanda çox böyük gözləntilərlə aldım. Çünki şizofrenikdən daha çox məşhur olan əsərdir dediyim kimi. Və mənim travma əsərim oldu bu. Bu kitab mənim travmamdır, nə yalan deyim. Yəni, kitabı oxuduqca, oxuyub qutarandan sonra belə, o deyil, iki əlimin başının arasına aldım, dedim, bu nədir? Həqiqətən elə oldu, yəni, travma əsərimdir, oxuyun. Çox qəşəng əsərdir, amma travma almağa da hazır olun. Bu kitabı oxuyandan sonra hətta dedim ki, bir də Wolf Thorne oxumayacağım zat, amma oxudum, yəni oxudum. Çox qəşəng kitabdır bu arada. Wolf Thorne'un kitabları çox axıcı da gedir, yəni. Bu kitabları mən 4 günə, 5 günə qutarıram. Çünki oxuduqca oxumaq istədiyin əsərdir. Deyirlər, bir solukda bitiriləcəyin əsər. Elə bir əsərdir. 10 üzərindən buna da 10 verirəm. Mükəmməl də oxuyun. Wolf Thorne oxuyun. Zəhmət olmasa Wolf Thorne alın. Dostlarınıza da hədiyyə almaq istəyəndə Wolf Thorne'un psixiatrından başlaya bilərsiniz almağa. Ondan sonrasını özü alacaq, çünki davam edəcək. Daha sonra türk ədəbiyyatına keçid elədim. Avqust ayında oxuduğum 4-cü əsər Sabahattin Əlinin İçimizdəki Şeytan əsəri oldu. Sabahattin Əli ümumiyyətcə türk ədəbiyyatında həqiqətən böyük ədəbiyyatçılardan biridir, böyük yazıçılardan biridir. Çünki hara baxırsınız, Sabahattin Əlinin Kük Mandolu Madonna, İçimizdəki Şeytan, bir də Kuyurcuqlu Yusuf əsərləri məşhurdur. Digər iki kitabı oxumaq hələ mənə nəsib olmayıb, amma bu kitabla başlanğıc elədim, İçimizdəki Şeytanla. Kitabda yəni böyük hadisələr olmur, amma fəlsəfi olaraq əslində əsər daha mənə cəzb elədi özünə. Birinci kitabı qutarandan sonra dedim ki, yəni niyə bu qədər məşhur olub bu əsər? Amma sonra düşünəndə həqiqətən fəlsəfəsini bəyəndim. Fəlsəfəsini bəyəndim deyəndə nə mənada? Kitabda Ömərlə Macidənin əslində sevgi hekayətindən danışır, amma yəni Ömərə çox əsəbləşirəm. Kitab boyu oxuyanda Ömərə çox əsəbləşirəm. Çünki görürsən ki, bu adam xeyirsizdir da. Yəni sənin evlənmə vaxtın idi, qardaş. Evlənməsən də olardı. Məcbur evlən. Düşünmədən evləndilər ikisi də. Ona çox əsəbləşdim. Yəni Ömərə ona görə çox əsəbləşirdim. Özünə çəki düzən verə bilmirdi. Daha çox üstünə qoya-qoya gedirdi. Amma əsəbləşə də bilmirsən. Yəni çünki elə bir yazıb ki, Sabahattin Əli, empatiya da qururam Ömərlə və görürsən ki, dəyişmək istəyir, amma dəyişə bilmir və kitabın sonluğunu çox bəyəndim. Çünki Ömərə baxdıqca kitabın sonluğunun hel olması üçün dua eləyirdim və kitabın sonluğu hel olanda o qədər sevindim ki, dedim şükür Tanrım, təşəkkür edirəm və bəyəndim həqiqətən. Sabahattin Əlinin qələmini də bəyəndim. Çox qəşəng qələm var və Kük Mandolu Madonna'nı oxumaq istəyirəm, amma kimə baxıram, məncə hamının çox bəyəndiyi, amma mənim heç içimə sinməyən o kitab, işte hamının aşiq olduğu çox overrated kitab və s. belə bir postlar qarşıma çıxmağa başladı. Dedim onda bu dəqiqə oxumayım bunu, biraz çox nifrət var kitaba qarşı və amma onu da oxuyacağam. Yəni ümumiyyətlə Sabahattin Əlinin bu saydığım 3 kitabını oxumaq istəyirəm inşallah, elbət bir gün. Belə. Daha sonra sentyabr ayında Hüseyn Cavidin İblis əsərini oxumağa başladım.
Belə göstərim. Hüseyn Cavid'i ümumiyyətcə mən universitetə girəndən sonra düşünürdüm ki, ümumiyyətcə kitab oxumayacağam, amma gördüyünüz kimi oxumuşam. Yəni dedim ki, yəni universitetə adaptasiya olmaq və s. bədii kitab oxumağa vaxtım olmaz deyə düşünürdüm. Amma Hüseyn Cavidin İblis əsərini əslində oxumağa başlama səbəbim daha çox teatrına getmək istəyirdim, tamaşaya getmək istəyirdim. Tamaşanın biletini almışdım, amma əsəri oxumadan da getmək istəmirdim. İblis tamaşası bildiyiniz kimi, yəni çox məşhur tamaşadır. Bir ölülər, bir iblis, daha çox iblis. Çünki məsələn tamaşa deyəndə, tamaşa deyə yazanda belə birinci iblisin tamaşası qarşınıza çıxır reelslərdə. Və iblis tamaşasına həqiqətən ona görə çox getmək istəyirdim və əslində tamaşaya getmək üçün aldığım bir kitab idi ki, yəni birinci oxuyum, sonra tamaşasına gedim. Hüseyn Cavidin İblis əsərindən çox, əslində biraz tamaşanı daha çox bəyəndim. Çünki yəni tamaşada biraz daha əlavələr olmuşdu. Tamaşanın başı məsələn əlavə olunmuşdu və ümumiyyətcə tamaşaya baxanda daha çox, yəni o yazıçının Hüseyn Cavidin vermək istədiyi ideyanı daha çox başa düşdüm düzünü desəm. Amma kitabda da həqiqətən çox gözəl nüanslar var. Həqiqətən aşiq olduğum bir kitab oldu. Birinci, hətta yenə deyirəm, oxuyanda, birinci oxuyub qutaranda başa düşməmişdim. Yenə, həmişə kimi, gec çatır biraz mənə. Amma sonradan, yəni, əslində Hüseyn Cavidin nə demək istədiyini də başa düşdüm. Çox qəşəng əsərdir, oxuyun. Bu arada, filmi varsa baxmaq istəyirəm. Çünki bu kitabın qapağında belə bir səhnə var da. Yəni, bu məncə bir filmdəndir. Hansı filmdəndir bilmirəm, amma bilirsinizsə, deyin gedək baxaq, gelin baxım, tezdən baxım. Daha sonra oxuduğum kitab John Verdon'un Fikrində bir ədəd tut kitabıdır. Belə göstərim. Belə deyim, mən bu kitaba ümumiyyətcə, yəni aşiq oldum. Çox, o qədər mükəmməl kitabdır ki, biraz qalın kimi görünürdü, 500 səhifədə. Yəni əslində digərlərdə 300-400 səhifə idi. Bu 500 idi, biraz gözümü qorxutdu, amma o qədər axıcı gedir ki, və ümumiyyətcə tərcüməçiyə də çox buradan alqış edirəm. Ümumiyyətcə həm Luflor'un əsərlərini yay tərcüməsidir, bu yay nəşriyyatı. Yay nəşriyyatının tərcüməsi o qədər qəşəngdir ki, mən yəni ümumiyyətcə aşiq oluram tərcümələrinə. Məsələn, John Verdon'un kitabından əlavə tərcüməsini o qədər mükəmməl ediblər ki, yəni frazeoloji birləşmələr, mən bu kitabda nə qədər yeni frazeoloji birləşmə öyrəndim. Mükəmməl dərəcədə tərcümə ediblər. Məsələn, kitabın başında bu naməlum adamdan gələn məktub var da, məktubda da şeir var. Və şeiri belə o qədər gözəl tərcümə ediblər ki, tapsaz yay nəşriyyatı alın, yəni. Çox qəşəng tərcümə edirlər və John Verdon əsərinin də, yəni Fikrində bir ədəd tut əsərində çox qəşəng tərcümə eləmişdilər. Burada birinci tərcüməsini tərifləməklə başlayayım. Tərcüməçisi də Anar Mahmudovdur, yəni ona da buradan bir alqış düşür. Çox gözəl tərcümə edib. Və kitaba gələk. Bu kitabı xahiş edirəm oxuyun. Bax, Luflor'u bəlkə oxumadınız. Bunu oxuyun, Luflor'unu da oxuyarsınız sonra, amma bu kitabı həqiqətən oxuyun. Çox mükəmməl bir kitabdır. O qədər həqiqətən aşiq oldum da bu kitaba. Birinci bir spoiler verim. Məncə spoiler versəm oxuyacaqsınız. Kitabda belə bir şey olur. Düşünün, bir gün sizə gələn postlara baxanda, indi bu əsər xaricdə yazdıqda bizə post gəlmir, məktublar gəlmir, amma xaricdə məktublarla işləyir bildiyiniz kimi. Elinizə gələn məktubları baxırsınız və iki dənə zərf görürsünüz. Sizə gələn birinci zərfi açırsınız və zərfdə yazılıb ki, mən səni çox tanıyıram da, yəni çox yaxınında biriyəm, mən səni dəhşət tanıyıram. Hətta inanmırsansa, fikrində birdən 1000-ə qədər bir ədəd tut. Yəni kitabın adı oradan gəlir, fikrində bir ədəd tut. Fikrində birdən 1000-ə qədər ədəd tut və mən sənin hansı ədədə tutacağını bilirəm. Burada da adam da, yəni siz də düzdür inanmırsınız, amma deyirsiniz ki, bir şans verək və tutursunuz, bir rəqəm tutursunuz fikrində. Və atıram 658 rəqəmini tutursunuz. Çünki kitabdakı obraz 658-i tutduğu üçün deyirəm. Sonra ikinci zərfi açırsınız və ikinci zərfdə deyir ki, fikrində tutduğun ədəd 658 idi, hə? Yəni mən səni gör nə qədər tanıyıram və bunu oxuyan onsuz da tədirgin olar ki, yəni bu adam mənim ağımda tutduğum rəqəmi hardan bildi? Və ecinə, bundan sonrası da artıq bu adam sizə başlayır təhdid məktublar göndərməyə və belə, kitab belə başlayır yəni. Bu adamın da, bu kitabın da dedektivi Daviddir. David də gəlir, dostudur bu arada, bu məktub gələn adam dostudur. Gəlir deyir ki, mənə kömək elə, mən qorxuram və axırda da öldürülür. Və axtarmağa çalışırıq ki, dedik, yəni qatil kimdir, necə bir psixopatdır, niyə belə bir şeylər eləyir. Kitabın ideyası budur. Yəni daha çox spoiler verməyim, çox mükəmməl kitabdır. Hədiyyə almaq istəyirsinizsə dostunuza bunu alın, oxumaq istəyirsinizsə kitab bunu oxuyun. Bu, yəni bu, xahiş edirəm bu kitabı oxuyun. Belə göstərim.
Daha sonra oktyabr ayında Lev Tolstoy'un Sevgi Ata əsərini oxudum. Belə göstərim. Bu kitab əslində ümumiyyətcə, yəni oxumaq planlarımda yox idi, çox dəxilsiz araya qaynayan bir kitabdır. Sadəcə olaraq qardaşım almışdı, dedim dayı alıb da, yəni üzr hədiyyəsi idi bu əslində, yəni dedim yəni yanlış bir hərəkət eləmişəm. 3 manatlıq kitab mı aldım mənə üzr olaraq? Nəsə, amma oxudum, dedim dayı alınıb oxuyum. Bunu avtobuslarda bitirdim. Məncə çox bilinir nazikliyindən də ki, avtobuslarda bitirdim. Və qəşəng kitabı idi bu da. Yəni əslində kitabın mövzusunu da biraz danışmaq istəyirəm. Kitabda bir dənə adam olur və bu adam əslində şöhrətpərəst yox da, birinci sərkərdə olur, amma daha sonra biraz problemlər çıxır və din adamı olmağa qərar verir, rahib olur. Və Sevgi Ata deyirlər işte, rahib olduğuna görə ata var orada, Sevgi Ata sayılır və müqəddəs bir insandır və çoxlu şəkildə ibadət edir, dua edir, yəni bütün demək olar ömrü boyu ibadət edir, dua edir, amma o müqəddəsliyi içində tapa bilmir. Yəni deyir ki, mən həqiqətən də inandığımı hiss eləmirəm Tanrıya və axırda fərqinə varır ki, ona görə Tanrıya inanmır ki, bu Sevgi Ata olmağının səbəbi Tanrıya olan sevgisi deyil əslində. Yəni o qədər oxuyub, edib, Sevgi Ata mövqeyinə yüksəlməyinin səbəbi Tanrıya olan sevgisindən deyil, daha çox şöhrətpərəst olması üçün. Yəni kralla arasında münaqişə var və o kraldan daha üstün şəkildə, ancaq bu şəkildə kraldan daha üstün olacağını başa düşməsidir. Yəni krala demək istəyir ki, sən bütün maddi dünyanın başçısı ola bilərsən, sahibi ola bilərsən, amma mən də mənəvi dünyanın sahibiyəm. Bunu başa düşəndən sonra da öz mövqeyindən imtina edərək diyar gəzməyə başlayır və kitabı danışdırmasında, kitabı oxumasında kitabı danışdırmasında, yəni belə bir şeydir və qəşəng kitabdır. Yəni həqiqətən bəyəndim. Oktyabr ayında oxuduğum digər kitab Antoni Çexovun 6-cı Koğuş kitabı, belə yaxınlaşdırım. Bunun bizim dildə tərcüməsi 6 nömrəli palatadır. Bu kitaba həqiqətən mən aşiq oldum. Nazik kitabdır. Mən ümumiyyətcə bu kitabın da adını çox eşitməmişdim. Yəni çox böyük bir ümidlərim yox idi də bu kitabı. Yəni o aldığım 4 kitabın ikincisidir bu və dedim ki, elə bunu oxuyum, sonra 1984-də oxuyaram. Bu kitabı oxumağa başlayanda ümumiyyətcə mənim çox böyük bir ümidlərim yox idi. Oxumağa başlayıb, yəni oxuyub qutarandan sonra isə düşündürdü mənə, düzün desəm. Yəni həqiqətən düşündürdü. Çünki kitab dəlilər haqqındadır. Yəni dəlilər deyəndə ruhi xəstəxanada keçən olan proseslər haqqında gedir və kitabın verdiyi sual budur ki, yəni dəli deyə adlandırdığımız həmin psixi xəstə insanlara bizim baxma şəklimiz, bizim qayğı vermə şəklimiz bu dərəcədə pisdirsə, biz onların sağalmasını necə gözləyə bilərik? Xəstəxanada olan, yəni bu ruhi xəstəxanada, əslində burada xəstəxana da deyil, yalnız bir palatası var. Palatadan gedir söhbət. Palatada olan bir dənə ruhi xəstə ilə bir dənə həkimin söhbətindən ibarətdir əslində kitab. Onların fəlsəfi dialoqlarından ibarətdir. Həkim deyir ki, sən burada olmalısan, yəni palatada olmalısan. Çünki əgər sən palatada olsan, səni müalicə edib cəmiyyətə qovuşdura bilərik. Amma xəstə deyir ki, əgər siz mənə bu qədər qaranlıq və balaca bir yerə tıxmısınız və mənə nə normal yemək verirsiniz, mənə insanlarla ünsiyyət haqqı vermirsiniz və məni hər hansı ilk səhvimdə məni döyürsünüz və mənə dəhşət insanlıqdan kənar dərəcədə pis davranırsınız. Mən bu halımla necə daha yaxşı bir insan ola bilərəm? Amma həkim burada biraz fəlsəfəyə vurur, deyir ki, insan hər yerdə xoşbəxt ola bilər və s. Amma yəni ümumiyyətcə kitabın dialoqları bu şəkildədir. Və bu kitabı oxuyandan sonra həqiqətən mən də bir düşündüm ki, yəni həqiqətən bu dəqiqə ruhi xəstəxanalarda olan vəziyyəti az-çox hər birimiz bilirik ki, yəni oradakı xəstələrə nə dərəcədə pis şəkildə rəftar olunur və ağıl sağlamlığında problem olmaq da o qədər çətin bir şey deyil. Yəni sadəcə səhv xatırlamıramsa, xüsusi bir neçə neyronda olan mutasiyalar nəticəsində bir insanın hər hansı bir dəlillik əlaməti göstərə bilər. Yəni ruhi bir xəstə ola bilər və Allah uzaq eləsin, amma nə vaxtsa biz də ruhi xəstə ola bilərik və nə vaxtsa biz də o xəstəxanaya yatırıla bilərik. Və o xəstəxanaya yatırılandan sonra kimsə sizi ciddiyə almır. Yəni kimsə bu insan düzələ bilər də demir. Sizə insanlıqdan kənar rəftar olunur. Xüsusilə dövlət xəstəxanasındasınızsa ümumiyyətcə daha pis rəftar olunur. Və insanı bir yerdə düşündürür ki, yəni bu insanlara bu şəkildə rəftar olunmamalıdır. Amma günün sonunda edə biləcəyimiz bir şey yoxdur. Çünki yəni ən azından bir fərqindəlik qazandırdı deyə bilərəm. 6 nömrəli palata, 6-cı Koğuş əsəri mənə. O mənada yəni oxumağı həqiqətən tövsiyə etdiyim kitablardan biridir. Mənim üçün çox ayrı bir yeri var. 6-cı palata, 6 nömrəli palata əsərinin. Çox qəşəng əsərdir. İndi axırını da danışmadım ki, oxuyun. Orada axırı da çox qəşəng bitir, hətta axırını da çox bəyənirəm.
Bu qədər. Daha sonra gəlirik mənim yenə oktyabr ayında oxuduğum və həqiqətən balacalıqdan bəri aşiq olduğum əsərə. Yəni məndə bu kitabın yeri o qədər ayrıdır ki, Mary Shelley-dən Frankenstein və ya Müasir Prometey əsəri. Mən bu kitabı balacaqda 10-11 yaşlarımda səhv xatırlamıramsa oxumuşdum. Mənim üçün o vaxtı belə çox böyük dəyəri olan bir kitab idi və ona görə istədim ki, yenidən bir dəfə də oxuyum Frankenstein kitabını və yenə çox böyük bir yeri olan kitab oldu. Mary Shelley bu əsərini səhv xatırlamıramsa 17 yaşında qələm alıb. Daha doğrusu bu kitabın ideyası necə çıxıb? Birinci, bunlar yazıçı və dostları qorxu hekayələri danışırlarmış və Mary Shelley bədahətən belə bir hekayə danışıb, Frankensteinin təməlini orada atıb və daha sonra bunu bir kitab olaraq yazıb. Yəni o yaşında belə bir kitab yazmağa qadir olması mənim üçün həqiqətən alqışlanacaq, yalnız alqışlanacaq bir şeydir. Çünki Frankenstein kitabında daha çox tanrı və varlıq arasındakı o münaqişəni, o söhbəti görürük. Frankenstein kitabda bir alimdir. Yəni kitabı biraz danışacağam çünki çox sevdiyim kitabdır. Kitabda alim olan Frankensteindir. Adətən elə bilinir ki, Frankenstein bu canavarın adıdır, amma canavarın adı deyil, alimin adıdır. Frankenstein bir alimdir və bir gün laboratoriyasında işləyərkən bir şey kəşf edir. Görür ki, bu həyatın əmələ gəlməsini kəşf edir. Cansızı canlıya çevirmə qüdrətinə sahib olur elm sayəsində və bu ona sadəcə olaraq bir ideya verir və bir şövqə gəlir. Həqiqətən bunu eləyə bilərmi şövqünə gəlir və başlayır canavarı yaratmağa. Yəni bu varlığı, məxluqu belə yaradır. Sonrasını düşünmədən mənim ən çox Frankenstein əsəbləşdiyim hissə buradır. Yəni bu canlıya axırda nə olacağını düşünmür. Sadəcə olaraq bir vəclə, bir şövqlə işə girir və bu şövqünün axırı əlbəttə ki, yaxşı olmur. Gedir məzarları qazır, insanların hissələrindən axırda bu məxluqu yaradır. Amma məxluqu yaradandan sonra deyir ki, qıraqdan baxıb gördüm ki, onu can verəndə gördüm ki, bu nə qədər də çirkin bir varlıqdır. Nə qədər çirkin bir şey yaratmışam. Yəni öz yaratdığından iyrənir və onu orada qoyub qaçır bildiyiniz. Yəni yaradır və qoyub qaçır. Və bu hekayədə əslində mən iblisə o qədər, əsəbləşmirəm ki, o qədər haqq verirəm ki, əslində yəni bu kitab qorxu əsəri olaraq, yəni qorxu hekayəsi olaraq gedir. Yəni bu kitabda iblis deyir əslində, yaradıcı Frankenstein bu məxluqa iblis adlandırır. Qələmə alınmasının səbəbi əslində insanları qorxutmaqdır. Yəni burada bu məxluq qorxuducu bir obraz olaraq yazılıb, amma mən İblisi çox yaxşı başa düşürəm. Yəni yaxşı başa düşürəm deyəndə ən azından empatiya qura bilirəm. İnsan olaraq bir insan pislik eləyəndə mən onu başa düşməyə bilərəm. İnsan olaraq nə qədər tənha, yalnız olduğunu iddia eləsən də, sənin hər zaman ətrafında kimsə tapılar. Yəni məsələn sən deyərsən ki, mən yetiməm, mənim dostum yoxdur, heç nəyim yoxdur, amma tapa bilərsən də. Yəni pislik eləmək sənin üçün bir seçimdir. Sən pislik eləməyib gedib dostluq da tapa bilərsən. Amma bu hekayədəki məxluq elə bir mövqedədir ki, bu adamın, yəni bu məxluqun ümumiyyətcə heç kimi yoxdur. İnsanlar bunu öz yanına yaxınlaşdırmır. Hər kəs bundan qorxur və sözün əsl mənasında bu aləmdə təkdir. Düşünün ki, yaradıcısı belə bunu sevmir. Yaradıcısı buna iblis deyə xitab edir. Yəni ona görə mən bu hekayədə əslində məxluqa əsla, əsəbləşmirəm və sonu o qədər pis bitdi ki, bu əsərin mən çox pis oldum, dəhşət pis oldum. Yəni o sonda bilmirəm. O yaradıcı ilə yaradılan arasındakı münasibətlər idi ən çox mənə təsir edən. Çünki yaradılan deyir ki, məxluq deyir ki, əgər məni sevməyəcəydinsə, sən belə məni sevmirsənsə, mən digər insanlardan necə sevgi gözləyə bilərəm? Sən məni sevmirsənsə, məni niyə yaratdın deyir. Yaradıcı isə əsla və ən əsəb olduğum hissədə budur. Frankenstein əsla özündə bir günah görmür. Deyir ki, bütün günah səndədir deyir. Halbuki bir qəbul eləsə ki, səndə də səhv var da. Deyir, yox, sən mənim sevdiklərimi öldürdün. Öldürəcək də, sən deyir ki, mənə bir dənə adam yarat, sən yaratmırsan, bunu belə eləmirsən bu canavara. Yəni, fəlsəfi olaraq həqiqətən aşıq olduğum bir əsər oldu. Və həqiqətən daha çox spoiler vermək istəmirəm. Aşıq olduğum bir əsər oldu. Mary Shelley'nin Frankenstein əsəri. Və bir də olsa bir də oxuyaram. Hətta 3-cü dəfə də oxuyaram bu əsəri, amma indi yox. İndi çox təzədir, çox yadımda qalıb. Bir 5-6 il sonra təzədən oxumaq istədiyim bir əsərdir. Çox qəşəng kitabdır. Aşiqəm, mükəmməldir. Oxuyun, oxutdurun. Daha sonra noyabr ayında Wolf Door'un 3-cü kitabını, yəni Oyunbaz əsərini oxudum. Bu əsəri əslində oxumayacaqdım. Nə mənada? Çünki psixiatr mənə biraz travma yaratmışdı və bundan həqiqətən qorxurdum. Çünki
Kimə, yəni bir neçə insandan soruşurdum və deyirdilər ki, bizim üçün Vuftorun ən qəşəng əsəri Oyunbazdır. Yəni Oyunbazı çox tərifləyirdilər və mənim də çox marağıma gəldi ki, yəni bu psixiatrdan sonra mənim psixologiyamı poza biləcək başqa bir kitabı da varmı? Ona görə Oyunbazı oxumağa qərar verdim və bu da mənim üçün bir travma əsəri oldu. Həqiqətən bu kitabı oxuyanlar bilər. Bunun bir səhnəsi var. İnşallah başa düşərsiniz hansı səhnəsidir. O səhnə mənim üçün bir travma oldu. O qanlı səhnədən danışıram. Yəni niyə belə bir şey yazmağa qərar verdin? Bu sənin ağlına hardan gəldi? Ay Vuftorun. Bir də Vuftorla mənim şəklim də var. Buraları bir yerlərə qoyaram. Çox mutluyam çünki. Niyə belə bir şeylər yazdın? Travma əsərim. Bir budur travma əsərim, bir psixiatrdır. Yəni Vuftorun yazdıqlarına. Şizofrenik hətta bunların yanında çox yüngül qalır məncə. Yəni psixiatr və Oyunbazın yanında çox yüngül qalır. Oyunbazı oxuyandan sonra belə və Oyunbazda ən pis olduğunu bilirsiniz nədir? Burada artıq biraz spoiler verəcəm çünki deməliyəm. Bu kitabın yəni həm şizofrenikdə, həm Oyunbazda baş rol Yandır. Yan bədbəxt, xoşbəxt olmadı bu həyatda. Bildiyiniz bu həyatdakı xoşbəxtlik bu iki kitabın arasında biri deyildi. Yəni şizofrenikin sonunda biraz xoşbəxt oldu çünki qardaşı ilə olan müəmma artıq açıldı. Bir də bu kitabın başında artıq sevgilisi ilə bir ilini tamamladı. Kitabın sonunda bu adam yenə bədbəxt oldu. Bu adam ömür boyu bədbəxt oldu yəni. Bu Vuftorun bu yandan nə istədi mənə maraqlıdır. Adam ən çox ona pis oldum ki, o axırını oxuyan başa düşəcək. Yəni o axırda həm bu Oyunbaz adlandırdığımız bu pərəstiş edən adamın elədiyi hərəkət, o adamın onsuz da yəni o yaşına qədər, 30 yaşına qədər travma almışdı da, yəni qardaşından. Eyni travmanı təzədən yaşadır bu adama. Mən çox pis oldum. Kitabda ən çox mənə pis edən şey o. Hətta o qanlı səhnədən çox da pis edən şey bu yan bədbəxtin bu həyatda gün üzü görməməsi oldu. Daha sonra noyabr ayında Cəfər Cabbarlının Sevil əsərini oxudum. Belə yaxınlaşdırım. Bu Sevil əsərini mən bir dostumun tövsiyəsi ilə oxudum. Dedi ki, yəni Cəfər Cabbarlının Sevil əsəri var, çox qəşəng kitabdır, oxu dedi. Mən də oxudum və sözün əsl mənasında hətta Almazdan daha çox mən bu kitaba çox vuruldum. O qədər aşiq oldum ki. Çünki kitabın başındakı Sevil bildiyiniz hazırdakı Ofeliyadır. Çünki Ofeliya var ya, bilirsiniz ki, yəni deyir ki, mənim evimin Allahı ərimdir. Burada da Sevil deyir ki, ər ki var Allahın kölgəsidir. Yəni bildiyiniz kitabın başındakı Sevil Ofeliya idi. Sevil əsərində kitabın başındakı avam Sevilin daha sonra gözünü açması, dünyaya gözünü açması, elmlənməsi və ona olunan haqsızlıqları başa düşüb, bu haqsızlıqlara qarşı mübarizəsi yazılır. Hətta kitabın axırında Sevil kitab çıxarırdı, Azərbaycan qadınlığının azadlıq yolu haqqında və bu kitabda feminist fikirlərini səsləndirirdi. Kitabdan bu hissəni, yəni həmin kitabda Sevilin özünün yazdığı bu hissəni oxumaq istəyirəm. Azərbaycan qadınlarının və bütün qadınların ən böyük düşmənlərindən biri də namus keşikçisi olmalarıdır. Kişi istədiyini və bir neçəsini birdən əldə edə bilər. Qadın isə ikincisinə göz ucuyla belə baxa bilməz. Bu kişi üçün bir nadinclik, qadın üçün isə bir namussuzluq sayıla bilər. Halbuki hər ikisinin təşəbbüsünü doğuran eyni fizioloji hadisələrdir. Qadının qəti azadlığı üçün yalnız çadrasını açması bəs deyildir. Halbuki Avropa qadınları çadrasız ikən azad deyildilər. Qadına ən başlıca iqtisadi azadlıq lazımdır. Yəni mən özümü bir feminist adlandırıram və Cəfər Cabbarlının o dövr üçün belə bir ideologiyalar səsləndirməsi həqiqətən sadəcə təqdirə layiqdir. Çünki yəni bu dəqiqə Azərbaycan bu düşüncə tərzindədirsə, bu mentalitetdədirsə, o dövrdə məncə bunun qat-qat ağır bir versiyası idi. Və ona görə yəni Sevil əsəri mənim üçün ayrıca bir yer tutur. Cəlil Məmmədquluzadən əvvəl bu adamı oxumaq istəyirəm. Mən bu adama aşiqəm. Bu kitaba da aşiqəm. Belə oxuyun zəhmət olmasa bu kitabı. Bu kitab bir qadının necə gözlərini açması, azadlıq yolu ilə necə getməsidir. Yəni mən aşiqəm. Daha sonra artıq dekabr ayında oxuduqlarıma gələk. Dekabr ayında yenə Dorian Gray'in Portret əsərini oxudum. Belə yaxınlaşdırım. Bu kitabı da əslində birinci yenə tamaşanı aldım, daha sonra kitabı oxumağa başladım və Oscar Wilde'ın bu yeganə romanıdır. Yəni Oscar Wilde əslində bu kitabın hekayəsi də belədir ki, Oscar Wilde deyiblər ki, sən ümumiyyətcə roman yaza bilmərsən. Bunu belə qışqırdıqlar və o da alın sizə roman deyərək deyəsən bu kitabı yazıb, Dorian Gray'in Portret əsərini yazıb. Deməli Dorian Gray öz şəklinə baxır. Rəssam Basil Harvard bunun şəklini çəkir və bu zaman Lord Tenny'nin də sözlərinin təsirinə düşən Dorian Gray şəklinə baxır və deyir ki, yəni mən bu şəkli çox qısqanıram. Çünki bu şəkil
həmişə mənim bu yaşımda, 17 yaşımdakı versiyamda qalacaq. Amma mən gündən-günə qocalacağam, bu gözəlliyimi itirəcəm, amma bu portret həmişə mənim 17 yaşımdakı kimi qalacaq. Və deyir ki, ah, kaş ki bu portret qocalaydı, mən cavan qalaydım. Belə bir üsyan edir əslində portretlə öz arasında və kitabda bu üsyanı qəbul olur. Əslində bu üsyanına qarşılıq ruhunu şeytana satırmış kimi təsəvvür olunur. Və kitabda artıq bir müddət keçəndən sonra Dorian Gray özü də fərqinə varır ki, onun elədiyi hərəkətlərin bütün cəzasını həmin portret çəkir. Portret onun ruhudur və onun ruhundakı bütün o pislikləri, iblisliklərin cəzasını portretdəki şəkil çəkir. Kitabın əsas ana fikri budur və oxumalı olduğunuz kitablardan biridir məncə. Və bu il oxuduğum sonuncu kitab, hətta 2-3 gündür ki bitirdiyim kitabdır. George Orwell'ın 1984 əsəri və buna nəhayət ki oxumağa cəsarət edə bildim. Çünki mən bu kitabı oxumağa cəsarət edə bilmirdim. Yəni bunu mən sentyabrda başladım, bir 20 səhifəsini oxudum və cəsarət edə bilməyib təzədən bağladım. Çünki heyvan çiftliyini oxuyandan sonra fərqinə vardım ki, yəni İlk orada mənə çatdı ki, mən həqiqətən heç nə bilmirəm. Mənim tarix bilgim yoxdur, mənim siyasət haqqında ən balaca bir fikrim yoxdur. Ona görə 1984-də əslində dedim ki, bir tarix bilgilərimi, tarix məlumatlarımı biraz gücləndirib, bir siyasətə biraz daha daxil olub, daha sonra oxuyaram. Çünki qorxurdum ki, yəni 1984-də oxuyandan sonra bir şey başa düşmərəm. Siyasətə olan tənqidlə yazılmış bir kitabdır, 1984 kitabı. George Orwell bu kitabında totalitar rejimi tənqid edir. Bu kitabın axırı mən o qədər kədərləndirdi ki, çünki mən bu kitabın axırını heç biri gözləmirdim. Necə ki, Heyvanistan kitabında, əslində kitab bir üsyanla başlayırdı Heyvanistanda. Düzdür, onun sonu da yəni yaxşı bitmədi. Amma yəni bu kitabda da mən elə bir şey gözləyirdim. Yəni 1984-ün sonunda, çünki 1984-ün ən məşhur statlarından biridir ki, əgər hökumət sizə deyirsə ki, 2 + 2 5 eləyir, siz bunun tərsini düşünməyə haqqınız yoxdur. Siz 2 + 2-nin 5 olmasını qəbul etməlisiniz. Kitabın ən məşhur, yəni oxumamışdan əvvəl də o 2 + 2 bərabərdir 5 statını hər yerdə görürdüm. Yəni mən onu görəndə düşünürdüm ki, bu kitabın sonunda əksinə bir üsyan olacaq. Xalq bir üsyan edəcək, sistemlər devriləcək və s. belə bir şeylər gözləyirdim. Amma daha realist oldu, yəni realist olmasını bəyənmədim əslində. Mən reallıq istəmirdim, mən biraz fantaziya istəyirdim. Burada Winston'un O'Brien'in fikir ayrılıqları var. Yəni Winston deyirdi ki, ümid varsa prollardadır. Prollar proleter. Proleter bizim dildə nədir bilmirəm. Kitab türk dilində oxumuşam. Winston deyir ki, ümid varsa prollardadır. Amma O'Brien deyir ki, sən prollardan heç nə gözləmə. Prollar tarix boyu əsla özləri bir üsyan yaratmayıblar. Həmişə onların başında onları hakimiyyətə keçirmək üçün onları istifadə edən bir insan olub ki, xalqı üsyana çağırıb, xalqı üsyana çağırandan sonra hakimiyyəti devrib və yerini özü keçib və eyni təbəqə yenidən yaranıb. Yəni O'Brien bunu deyir, Winston isə əksinə deyir ki, yəni mən nə olursa olsun inanıram ki, ümid varsa prollardadır. Məni bu kitabda ən çox düşündürən hissi oldu və ən çox da pis olduğum şey Winston'la Julia'nın bir o xəyanət eləmələri var idi bir-birinə. Əslində başa düşürsən niyə xəyanət edirlər? Yəni bir yerdən sonra hər insan egoistdir. Yəni onların xəyanəti də başa düşüləndə, amma yəni olmasaydı be, mən onları çox pis şifləyirdim. kitab siyasət haqqındadır və insanları şifləyirəm. Yəni o isə biraz beni kədərləndirdi və kitabın sonunda bir pis oldum. Sonunda dəhşət pis oldum mən. Mən bu kitabın sonunu heç belə gözləmirdim. Və ümumilikdə həqiqətən kitab çox gözəl kitab idi. Yəni niyə bu qədər abartıldığını, niyə bu qədər hər yerdə 1984 olaraq keçdiyini başa düşdüm. Bilməyənlər üçün 1984 kitabı yayınlandığı vaxt 1949-dur və yayınlandığı vaxtda ilk vaxtlar bu qadağan olunurdu. Yəni çapına icazə verilmirdi. Daha sonra da şükür ki çap olunub ki, belə bir şah əsəri, belə bir gözəl kitabı oxuma fürsətinə sahib olmuşuq. Belə dostlar, bu il oxuduğum bütün kitablar bunlar idi. 19 dənə kitab oxumuşam. Mənim üçün yetərli bir kitabdır, mənim üçün böyük bir saydı 19 və çox xoşbəxtəm oxuduğum üçün. Bu qədər, özünüzə yaxşı baxın. Bu mənim ilk videomdur. Əgər dəstək olmaq istəsəniz, kanalıma abunə ola və videoma like atıb, hətta bir şərh də yazaraq mənə sevindirə bilərsiniz. Mənim üçün bu dəqiqə həqiqətən hər bir abunə böyük bir xoşbəxtlikdir. Və yeni ilinizi təbrik edirəm. 2026-cı il sizin üçün uğurlu, düşərli bir il olsun. Başda can sağlığı arzu etməklə bərabər sizin üçün çox xoş xatirələr, çoxlu pul arzu edirəm və çoxlu yeni kitab oxumağınızı arzu edirəm. Bu qədər, yeni ilinizi yenidən təbrik edirəm. Növbəti videolarda görüşənədək.